Çin Tayvan adası ətrafında hərbi təlimlərə başlayıb. Bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq bölgəsi döyüş komandanlığının rəsmi nümayəndəsi Shi Yi WeChat sosial şəbəkəsində bildirib. Bundan əlavə, Çinin Xarici İşlər Naziri Wang Yi Birləşmiş Ştatları strateji təhlükəsizliyə xələl gətirən hərəkətləri dayandırmağa çağırıb. Bütün bunların fonunda ortaya bir sual çıxır. Çinlə Tayvan və Birləşmiş Ştatlar arasında müharibə olacaqmı? Bir neçə ildir davam edən məsələ həllini tapacaqmı? Proseslərin gedişatı hansı formada olacaq? Əməkdaşlarımızın araşdırmasını təqdim edirik. Çin Silahlı Qüvvələri Tayvan adası ətrafında hərbi təlimlərə başlayıb. Çin Xalq Azadlıq Ordusunun Şərq bölgəsi döyüş komandanlığının rəsmi nümayəndəsi Shi Yi'nin sözlərinə görə təlimlərdə hərbi dəniz qüvvələri və hərbi hava qüvvələrinin iştirak etməsi dəqiqləşdirilir. Bu ciddi xəbərdarlıqdır və Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr üçün güclü bir maneədir, deyə Shi Yi bildirib. Pekinin indiki məqamda yenidən ada ətrafında məsələni gündəmə gətirməsi və təlimlərə başlaması Birləşmiş Ştatların son addımları nəzərə alındıqda başa düşüləndir. Belə ki, Trump ikinci dəfə hakimiyyətə gələnə qədər dünyada qərb və şərq bloklarının mübarizəsi gedirdi. İndi isə Trumpın səyləri nəticəsində bütün güclər sırasıyla Pekini hədəf almağa başlayıb və ya hazırlaşır. Ukrayna məsələsindəki danışıqlarda Putinin mövqeyinin dəstəklənməsi, Hindistana F-35 satışının təklif olunması, Şimali Koreya lideri Kim Chen In ilə yenidən görüşlərin təşkil olunması və münasibətlərin bərpası, İsrailin əli ilə İrana təzyiqlərin artırılması və Tehranın başının regiona qarışması kimi məsələlər Trump administrasiyasının Çini siyasi arenada tək qoymağa məcbur etdiyini bir daha sübut edir. Bütün bunların bir növ fərqində olan Pekin rəhbərliyi də qısa zamanda Birləşmiş Ştatların Çinə qarşı silahı olan Tayvanı ələ keçirməklə Ağ Evin vədlərinə aldanan müttəfiqlərinə mesaj verməyə çalışır. Çin Tayvanı özünə birləşdirmək istəyir və buna da qərarlıdır. Ona görə də artıq son illər neçə dəfə orada hərbi təlimlər keçirib, ancaq ABŞ bu məsələdə Çini dayandıra bilir. Son zamanlarda ümumiyyətlə Trump hakimiyyətə gələndən sonra o bildirir ki, bizim əsas rəqibimiz Çindir. Çünki Çin son zamanlar dünyanın ən aparıcı ölkələrindən birinə çevrilib, bəzi məsələlərdə hətta ABŞ-ı da keçib. Putin'in Kuzey Kore ve Hindistan devlet başkanları ile ciddi temasları söz konusu ve bu temasların acaba Hindistan, Kuzey Kore, Rusya, İran, Çin ittifakıyla Amerika'ya karşı mı bir eyleme dönüşecek? Yoksa Putin Trump ile ittifak yapıp Hindistan ve Kuzey Kore'yi de yanlarına alarak Çin'e karşı büyük bir operasyonun altyapısını oluşturmaya çalışıyor. Digər tərəfdən Birləşmiş Ştatlar Çinə qarşı regional müttəfiqləri Yaponiya və Cənubi Koreyadan da istifadə edə bilər. Bu isə Pekin-Vaşinqton qarşıdurmasına, eyni zamanda bir neçə böyük dövlətin qoşulmasına, bərabərində 3-cü Dünya müharibəsi daxil bəzi xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxara bilər. Odur ki, Tayvan ətrafında hərbi təlimlərlə dünyaya və Vaşinqtona gözdağı verən Pekin rəhbərliyi həmçinin Ağ Evə xəbərdarlıq edərək proseslərdən uzaq durmağa çağırıb. Çinin Xarici İşlər Naziri Wang Yi Birləşmiş Ştatları strateji təhlükəsizliyə xələl gətirən hərəkətləri dayandırmağa dəvət edib. O bildirib ki, xüsusilə Vaşinqton milli təhlükəsizlik siyasətində nüvə silahının rolunu azaltmalı, nüvə ittifaqlarının yaradılmasından imtina etməli, orta mənzilli raketləri digər dövlətlərin sərhədləri yaxınlığında yerləşdirilməməli və qlobal raketdən müdafiə sistemini inkişaf etdirməyi dayandırmalıdır. Birləşmiş Ştatlar yalnız bundan sonra Çinlə aparılacaq ticari savaş üçün daha uyğun zəmin formalaşdıra bilər. Əlbəttə, Birləşmiş Ştatların Tayvanla bağlı da planları var və Çinə qarşı Cənubi Koreya və Yaponiyadan çəkinirici güc kimi istifadə etməyə çalışır. Bu isə o deməkdir ki, proseslərin hərbi müstəviyə keçməsi 3-cü Dünya müharibəsinə rəvac verə bilər. Bu isə nə Birləşmiş Ştatların, nə də Çinin maraqlarına uyğun deyil. Ona görə də yaxın perspektiv üçün Çinlə Birləşmiş Ştatlar arasında birbaşa hərbi toqquşmanın baş vermə ehtimalını yüksək dəyərləndirmək mümkün deyil. Bütün bu açıqlamalar yaxın tarixlərdə Şərqi Asiyada proseslərin bir qədər də dərinləşəcəyini deməyə əsas verir. Çin təkcə Tayvan ətrafında hərbi təlimlər keçirmək və ya adanı işğal etməklə Vaşinqtonun hədəfi olmaqdan kənarlaşa bilməz. Pekin rəhbərliyi ən qısa zamanda müttəfiqləri ilə keçmiş münasibətləri bərpa etməlidir. Əks təqdirdə baş verə biləcək hadisələr Çin üçün heç də yaxşı nəticələnməyəcək.